Salam, hər vaxtınız xeyir. Əziz izləyicilər, bir fincan çay və ya qəhvə hazırlayıb ekranlara yaxın otura bilərsiniz. Çünki 90+-ün xüsusi buraxılışında qonağımız o məşhur səs, o məşhur şərhçi Asif Bağırovdur. Hər vaxtınız xeyir Asif bəy. Salam aleyküm, xoş gördük. Çox sağ olun. Çay, qəhvə dediniz amma su təklif eləmişəm. Suzan ömrünüz olsun, verişinizi də elə davamiyyəti, uzun ömürlüyü də elə su qədər olsun. Təşəkkürlər. Təşəkkürlər. Biz həmişə o, necə deyərlər, o hərdən deyirlər, uşaqlıq dövrünə qayıtsaq. Mənim bir sinif yoldaşım var. Mənim də. Sizin, hamının sinif yoldaşım. Mən onlarla sinif yoldaşım var. Bəli. Mənim bir sinif yoldaşım var. Onun kolleksiyasında sizin maçlarının, şərh etdiyiniz maçlar var. Və deyir ki, hərdən o uşaqlıq dövrünə qayıtmaq istəyəndə qoyuram kaseti video maqnitofona və həmin maçları izləyirəm. Sanki kasetdə. Yəni o diskə də köçürməyib. Yox, elə kasetlə. Kasetlə qoyuram. Çay, qəhvə hazırlayıram, necə deyərlər. Baxıram o nostalji hissləri keçirəm. Görürsən fasilədə bir 15 dəqiqə fasilə götürüb gedir, gəlir sonra. İstisna deyildi. O cür kasetlərdə bu dəqiqə futbola və ümumiyyətlə nəyisə baxmaq, elə bil ki, o vinil vallarda musiqi belə ağzı açıq belə dinamikalar olur. Elə bir valla musiqiyə qulaq asmaq kimi bir şeydir. Əhsən, afərin. Mən həmişə bir maraqlanıram bir sual olub. O həmişə deyirsiniz bir fincan çay və qəhvə. O 15 dəqiqəlik fasilə olanda və siz necə çay içirdiniz yoxsa qəhvə içirdiniz? Yox, İlqar dərhal qaçırdı siqaret çəkməyə. Səminim də, amma mənim o dövrdə artıq siqareti tərk etmişdim deyəsən. Çünki yanılmıramsa 2006-da 2007-ci ildən artıq mən siqareti tərk etmişdim. Yəni bizim ANS-in Çempionlar Liqasının yayım dövrü 2000-2009-cu illəri əhatə eləyir. Yəqin həmin dövrdə mən də İlqara şərik olurdum. İlk 4-5 il ərzində, bəlkə 6-7 il ərzində. Sonraki 2 ildə isə İlqardan fərqli olaraq sağlam həyat tərzi sürürdüm. Yəni fasilədə bilməm, yəqin ki su başına qaçardı. İstisna deyil. Asif bəy. Davam edək. Asif bəy, sizi neçə yaşdan futbolla maraqlanırsınız, futbola baxırsınız? Lap çoxdan. Həyətimizdə bir futbol meydançası vardı. Mən böyümüşəm hazırki Hüseyn Cavid prospekti 577-ci məhəllədə Kasparın həyəti var. Orada bizim bir Vodnik futbol meydançamız vardı. Valideynlərim çox sərt olublar. İndi də Allah bütün valideynlərin canını sağ eləsin. İndi də düzdür, problem yoxdur, amma yay tətilində səhər saat 9-dan 11-ə kimi həyətə düşürdüm. Axşamlar da 5-dən 8-ə kimi, yəni bu qrafiki açsaydım artıq bir 10 dəqiqə açmaq artıq mənim hər dəqiqəmə bəlkə bir gün həyətə düşməmək deməkdir. Yəni həmin o 5 saat ərzində bütün günü mən, yəni bütün vaxtı həyətdə futbol oynayırdıq. Elnur, Natiq, Vüqar, Həsən, yəni adlarını unutduğum bir çox dostlarımla, hətta aralarında Yəhudilər də vardı, Ermənilər də vardı, oynayırdıq. Bu söhbət edirəm mən 80-ci illərin əvvəllərində, 70-ci illərin sonları yadıma gəlmir. Yəni elə futbola marağım onda olub. Sonradan ki evdə bizdə bir bu boyda bir Şotland viskisi butulkası. Belə bizim televizorun ölçüsünü göstərəcəksiniz. Yox, Şotland viskisi butulkası vardı. Bizdə anam həmişə onun içində 10 qəpiklər yığırdı. Və mən də hər ilin sonunda oradan 90 dənə 10 qəpik oğruyurdum. Eləyirdim bunu 9 manat, aparıb verirdim məktəbdə Aveliya Salamonovna vardı. O, deməli, rus dili müəlliməsi idi. Amma bundan əlavə o, həm də bütün qəzetlərə, patpiskaya o baxırdı. Çıxardım 9 manat verirdim ona və hər il mənə o Sovetski Sport qəzetini evə gəlirdi. Bu artıq təsadüf eləyir 86-cı, 87-ci ildə. Yəni 13-14 yaşından etibarən mən artıq birbaşa olaraq rus dilində artıq idmana və xüsusən futbola maraqlanırım. Amma televizorda baxmaq ondan bir qədər də əvvələ
bax məsəl üçün 85-86-cı il futbol mövsümünə götürsək, Dinamo Kiyev hansını ki kubokunu aldı, bütün oyunlarına mən baxmışam. Ondan sonra artıq mən də o futbola baxmamam mümkün deyildi və məşhur o 1986-cı il dünya çempionatında ki, Maradona o məşhur vurduğu qol. Əslində o Maradonadan əvvəl hamı o vaxt Sovet SSR yığma komandasına azar keçirdi və ilk oyunda Macarıstandan elə toy tutdular ki, 4-cü dəqiqə hesab artıq 2-0, oyun qutarıb 6-0 və hamı potensial ən azı dünya çempionatının yarım finalına gedəcək bir komanda görürdü. Fransanın da başına az qalmışlar, oyun açsınlar. Fantastik də oyun keçirilmişdi, amma heç-heçə 1-1 qutardı. Qrupdan birinci yerdə çıxdıq, amma Belçika ilə 8-də 1 finalda hakim qərəzi imkan vermədi. Yəni sözümü ona gətirirəm ki, ondan əvvəlki 84-cü il Avropa çempionatı yox, o qədər yadıma gəlmir. 82-ci il dünya çempionatında SSR və Braziliya oyunu belə də 9 yaşım var idi, xatırladıram ki, SSR bir top vurdu, amma sonradan Braziliya 2 dənə top vurub qalib. Mənim yadımda 1998-ci il dünya çempionatıdır. Həmin o dövr, o Ricky Martin'in mahnısı var idi, Ole Ole. Yəni o dövr necə deyirlər, 98-ci ildən boom oldu da, yəni ki, ondan neçə yaşım vardı? 8 yaşım var idi. Amma ondan əvvəl baxmışdım, yəni belə baxırdım, amma belə də, yəni Real Juventus finalı var idi, belə baxmışdım. Amma dünya çempionatı sanki nə bilim bir şeydi də, yəni bir partlayış idi də mənim üçün. Futbol artıq mənim üçün başladı da demək olar ki, və indiyənə qədər də davam edir o futbol sevgisi. Yəni o dövrdə nə qədər necə deyirlər, xarizmatik şəxsiyyətlər var idi. Ronaldo, Zidane, o Kolumbiyanın bir dənə futbolçusu var, saçı belə idi. Valderrama, sonra nə bilim Chilavert var idi, qapıçı. Nə İgita var idi əsas o vardı. O Skorpion. Tullanışı. Yəni məşhur o bəlkə də publikaya atılmış addım idi, amma adlar yoxdur. Baxıram 2 mundial ardıcıl olaraq İtaliya yığma komandası çıxa bilməyib. İndi də birinci yeri Norveçə verdi. İndi düzdür, play-offdan çıxma şansları var, yox deyil. Amma hücumda kimə ümid eləyiblər? Yoxdur. Baxarsan ki, bir ad yoxdur. Mən hələ də fikirləşirəm ki, bunlar 6-7 il bundan əvvəl necə oldu ki, Avropa çempionu oldular? Həqiqətən, ad yoxdur komandada. Del Piero görmüşük, biz Batço görmüşük orada, İnzagilər görmüşük. Vieri var idi. Baresi vardı orada. Düzdür, qapı biraz etibarlıdır, hə. 2002 dünya çempionatında hətta yadıma gəlir ki, çətinliklə qrupdan çıxmışdı İtaliya, yanılmıramsa. Və orada Asif Bağırovun bir dənə xəbərlərdə... çətin çıxmış deyəndə ki, orada bütün hakimlər, hətta... Koreya oynaydı, Cənubi Koreya. Əməlli başlı daşıdılar. Özü də səhv etmirəmsə, orada bir dənə də qırmızı vərəqə ilə, həmin oyunu güzbala ilə udmuşlar. Xatırlamam hansı oyun, deyəsən Amerika ilə idi, kimi ilə idi. Çox çətin bir oyun udmuşlar. Amma hər halda həmin dövrdən etibarən artıq yetərincə ciddi oyunlara yan qüvvələrin, kənar qüvvələrin müdaxiləsi mənim aləmimdə hiss olmağa başladı. Mən əvvəllər deyirdim ki, oyunda bəzi oyunların müqəddəratı oyundan, meydandan kənarda həll olunur. Amma indi elə dövrə çatmışıq ki, təəssüf elə dövrdəyik ki, bəzi oyunların müqəddəratı stadionda həll olunur. Çox kiçik. Qalanları isə Allah bilir harada. Təəssüf. Və bu hələ indiki dövrdür. 21-ci əsrin 1/4-i arxada qalıb. Allah bizə ömür versin, bir 2050-ci ildə nə olacaq? Nəsə olacaqmı? Amma o dövrün futbolu tam başqa idi. Yəni, o dövrün futbolu vardı. O dövrdə bir İngilis dilində passion var idi. Passion bizim İstək deyə belə. Ehtiras deyirlər. İndi sanki o şey yoxdur, o dinamika yoxdur, o necə deyirlər, xarizmatik şəxsiyyətlər yoxdur. Misal üçün, yenə də İtaliyanı yada salaq. Misal üçün, məşhur deməli İngiltərəni yada salaq, tutalım. Fransa millisi, Argentina millisi. Xarizmatik şəxslər biraz dəyişiblər. Məsələn, indi insanların
rəğbət bəslədiyi o top ulduzlar, Yamal məsəl üçün və yaxud da ki Mbappe, bəzən və yaxud da Vinicius, bəzən özlərini meydanda lap körpə kimi aparırlar. Biraz belə ərköyün insanlar kimi. Biz uşaqkən baxdığımız o top simalar, onlar biz baxanda yəni nümunə götürəcəyimiz bir kişi obrazı idilər. Yox, əvvəllər də vardı, amma onlar adda-budda idi, tək idi. Məsəl üçün Maradona. Maradona bilirsiniz, nə qədər yaxşı futbolçu da olsa, bu adamda vardı da, o narkotik. Cırtqozluq deyil, hə, bəli, narkotik aludəçisi idi. George Best, alkoqolik. Hə, yaşlıqdan gedib. Amma hindikilər ona aludəçiliyi də qoyursan qırağa, deyirlər ki, hə, bu gecə həyatı mənim şəxsi həyatımdır. Oynayıram. Belə baxanda məşqçilər də bir irad bildirə bilmir ki, testi verir, çıxır oynayır, qolun vurur, normativləri əladır. Mən onlara nə deyə bilərəm? Rajan Nainggolanın barəsində Belçika yığmasının məşqçisindən soruşmuşlar. Demişdilər ki, bəs bu oyunçu siqaret çəkir də, buna qarşı münasibətsiz nədir? Deyir ki, mənə lazım olan sürətlə qaçır, mənə lazım olan oyunu göstərə bilir 90 dəqiqə. Heç bir iradım yox. Məşhur Braziliyalı Ronaldo deyirdi ki, 6-cı gün oyun idi. Həmin gecə bilet alırdım Madriddən Parisə. Bir gecə qalırdım, necə deyirlər, şəllənirdim. Kafe şantanda. Necə lazımdır ki, belə keyfim yaşayırdı. Birinci gün artıq səhər tezdən Madriddə idim. Saat 10-da artıq məşqdə idim. Yox, yetərincə hər kəsin öz şəxsi həyatı var, futbolçular da o cümlədən. Sadəcə olaraq həddi aşmamaq şərti. Məsəl üçün İtaliya yığma komandasının bir qara dərili futbolçusu var idi, hücumçusu, adı yadımdan çıxdı. Balotelli. Nə oldu? Çox belə fantastik perspektiv vəd eləyirdi. Oynamadığı komandada qalmadı, Superdə, City'də də oynadı. Axırda da gəlib çıxmışdı şeylə bir yerdə oynayırdı. Nədə oynadı? Şahrutdin Məhəmmədəliyevlə bir komanda oynayırdı. Hə, Türkiyəyə getmişdi. Yox, indi axırıncı yerdə gedir, ikinci liqada. Nədə oynadı? Türkiyə hansı klubuna getmişdi? Şahrutdin də o klubda oynayırdı. Mən unutdum bax klubun. Yaxşı gedir. İkinci liqada oynayır, axırıncı yerdə yeri qalır. Yox, indi orada deyil. Yəni demək istəyirəm ki, komanda ordadır. O vəziyyətdədir. Yəni sən hardan hara gəlib düşmüsən? Almaniyanı Avropa çempionatından məhrum elədilər. O qolun sahibi olmuşdu orada, yadıma gəlir. Hə, Maykasdan niyə həmişə mən? Niyə həmişə mən? Əslində, yəni futbolun ildən ilə, yəni dövrdən dövrə transformasiya eləməsi normaldır. Çünki artıq bilmirəm, indi görmüsüz yoxsa yox, mən hiss eləyirəm. Yəni futbolçular topla çox qalmırlar. Yəni top düşdü, o dəqiqə məsəl üçün ötürmə eləyir. Yəni belə deyim, keçidlərə üstünlük vermirlər, driblinqə üstünlük vermirlər. Sadəcə olaraq belə deyək də, o sanki məşqçi işi daha tapşırıqlar tam fərqlidir. Yəni məşqçinin futbolçudan istədiyi tapşırıqlar ki var, tam fərqlidir, siz dediyiniz kimi. Yəni artıq futbolçunun improvizasiya eləməyə bir vaxtı da olmur o meydanda. Çünki topu qəbul edirsə, onun maksimum 2 saniyə vaxtı var ki, qərar qəbul etsin, nə edəcək? Ay sanırım, qərardan söhbət düşmüşkən, futbol bu dəqiqə indiki dövrdə elə oyundur ki, nə 1 saniyə tez həll eləməlisən, top atmalısan, nə 1 saniyə ləng getməlisən. Anında. Nə biraz tez, biraz geç o şeydə deyilib, nədir onun adı, yol əhvalda, katastrofa ola bilər. Hə, ona görə mümkün deyil. Həm də müasir futbolda o qədər dəyişikliklər olub ki, məsəl üçün götürək şeyi, VAR sistemi tətbiq olunub. Hakim tərəddüd eləyir, bayrağını qaldırmır. Oynayırlar epizodu, oynadılar. Halbuki silahlanmamış nəzərlərlə görürsən ki, bu tərəddüd eləmək olardı, amma görürsən ki, bu 1 metr qabaqdan qaçır. Elə bil ki, VAR yoxdur da. Sən o dədə-babadan necə hakimlik eləmirsən? Ən azı indiki hakimlər, tutaq ki, yaşı 40 və biraz aşağı altı olan hakimlər bir 10 il bundan əvvələ kimi var yox idi. Sən 30 yaşında əməlli başı səviyyədə hakimlik eləyirdin də. Həmin heç olmasa yadında qalan bir şeydən görürsən ki, bəs salam qaldırmalısan bunu. Sən qaldırmadın bunu. Oyunda heç olmasa 3-4 belə epizod olur və futbolçular da yüklənirlər. Bu artıq nə bilim cinayətdir futbolçulara qarşı. Həqiqətən bu və nəzərə almaq lazımdır ki, futbolçu həftədə 2 oyun keçirir.
və bunun bərpası var, bunun yəni, Top yüklənmələri klubda var. oynayırsa elədir. Avropa Çətindir, kubokunda həqiqətən oynayır, çətindir. sonra ölkə kubokunda oynayır. Hələ arada ölkə çempionatında, hələ liqasında, hələ ölkə kuboku da var. İngiltərədə var, Liga Kubok var, FA Cup var, İngiltərə Premier Liqası var, hələ Avropası var. Çempionlar Liqası, Avropa 5 Liqası. yanılmıram sonra, hə? 5-ci-dən. Yox, elə yığmada da oynayan futbolçu var. Neynəsin? Və nəzərə alaq ki, şeyi də yığışdırıblar, nədir onun adı? Səfər Millətlər Liqası var. Səfərlər, yox, yığmanın sayında. Səfər qolu anlayışını yığışdırıblar. Qabaq heç olmasa səfər qolu olanda sən ona üstünlüyə malik olurdun və çıxırdın növbəti mərhələyə play-off anlayışında. Amma indi yoxdur, yenə də oynayırlar. Yenə də yarım saata yükləndi futbolçular. Nə var, kimsə televiziya yayımından pul qazanacaq. Başa düşürəm. Şeylər olmaz var, axı. nədirlər, kontraktlar. Sən bu futbolçunu fikirləşmirsən. Düz deyirsiniz. Yəni bizə adə görsənə bilər ki, neynirlər bunlar? Futbol oynayırlar, pul qazanırlar, amma onların üzərində doğrudan böyük bir baskı var. Yəni İndustriya biraz dəyişir. Sanki orada artıq top klublar, top olmaları üçün artıq birinci və ikinci top heyətləri olur. Əvvəl sadəcə birinci top heyətin olursa, ikincisi əvəzləyici olursa, indi 11-dən çox, yəni bəlkə də 20-dən çox top oyunçu özlərinə cəlb eləyirlər və rotasiya eləyirlər. Bu çempionatda biri ilə iştirak eləyirlər, bu çempionatda biri ilə. Ona görə FIFA-nın belə bir reqlamenti var ki, imkanlı, yəni pullu komandaların zəif komandaları əzməsinin qarşısını almaq üçün belə bir transfer fair play qoyurlar ki, sən tutaq ki, bu yay, məsəl üçün bu qış, ümumiyyətlə bu transfer pəncərəsində hansı məbləğdə transfer edirsənsə, ən az onun yarısı məbləğində də satış eləməlisən. Yoxsa bağışla mən hətta deyərdim ki, pambıq yığırlar, elə yığırlar və sən otursan pulu verirəm də. Mən deyərdim ki, o NBA-da da bir yeni qanun vardı. O əmək haqqı tavanı ki var. Məsəl üçün futbolda elə bir şey olmalı ki, məsəl üçün 300 milyondan çox əmək haqqı verməməlisən. Yəni elə qurmalısan ki, komandanı 300 milyonu artıq keçməyəsən. Elə bir cəmi səth qoymalısan da. Ona deyirlər patolog zarplat, rusca deyirlər. Tavan. Bizim bizdə əmək haqqı tavanı. Elə bir şey qanun qəbul etməlidirlər ki, hardasa o məsəl üçün bir komandanın əmək haqqısını baxırsan, 350 milyonu, biri 125 milyondur. Bilirsiniz, bizdə də bir ay olmuşdu. İndi ad çəkməyəcəm. Deməli, AFFA İcra Komitəsinin iclasında məsələ qaldırıblar. Olmuş hadisədir. Adları çəkməyəcəm amma. Deməli, limit olanda gənc futbolçular da heyətdə olmalı idi. Ən azı bir nəfər heyətdə olmalı idi. Aydın məsələdir. Əgər tələb təklifdən çoxdursa, qiymət qalxır. Məsəl üçün, bu gün 10 nəfər futbolçu varsa, yeri varsa, cəmi 5 futbolçudursa, bu futbolçunu işıqla axtaracaqlar günün ortacağı. Ona görə qalıblar belə. İcra Komitəsinə deyiblər ki, bəs qiymət artımının neyniyə? Biridir ki, bu qiyməti verək. Bundan artıq olmasına bir nəfər ağıllı deyib ki, gəlin söyüş qoyaq. Söyüş qoyaq, söyüş əməl eləyəcəklər. Yox, hər şey cəhənnəm. O çıxandan sonra o başqası zəng vurur ki, məsəl üçün X komanda sənə verir. Mən sənə ondan artıq verirəm. Bax, belə bir şey də olur. Biabırçılıq. Kamran Ağayevin o var Azərbaycanlı var sistemi, Kamran bağışda Azərbaycanlı var sistemi barəsində bir şey vardı. Düşmüşdü dillərə. Deyirlər ki, xaricdə var. Kamran Ağay da düşdü ki, varda yox nə lənət deyir. Dirsəklə vurmuşdu. Sizin üçün Asif bəy ən yadda qalan maç hansı oldu? Şərh etdiyiniz maç. Hansı ki, oyundan sonra belə deyildi, wow dediniz də ürəkdən. Və ən yadda qalan ən dərin quyunun dərinliyinə qədər olur. Və ən yadınızda qalan öz ifadəniz. İndi mən bir-iki ifadəni də sizdən sonra deyəcəm. Ya istəyirsiniz sizdən əvvəl deyim. Ən maraqlı oyun şərh etdiyim. Şərh etdiyiniz. Səmimi deyim ki, Çempionlar Liqasını yayımladığımız 9 mövsüm ərzində cəmi bir final oyunu şərh eləməmişəm. O da deməli təsadüf edib Arsenal Barcelona oyununa. Çünki həmin oyunda mən Barcelona elə azara keçirdim ki, dedim mən orada yəqin ki öz hisslərimə hakim ola bilməyəcəm. Evdə oturdum,
yaxşı evdə oturdum. Hə. Amma qaldı oyuna, bax məsəl üçün çox adamı oyunu xatırlayır. Deportivo La Coruña Milan oyunu. Mən baxmışdım oyuna. 4-1 oyunu 4-1 olmuşdu. Geri dönüş, hə, Geri yadıma dönüş, gəlir. hə. O oyun bax, necə deyirlər, fantastik oyun idi həqiqətən. Oyunlardan biri idi. Deporun məşqçisi də orada ona bir sual vermişdi. Yanılmasa ondan öncəki maç 3-0 bitmişdi də. O demişdi ki, bizə bir oyun ərzində 3 dənə gol vura bilmişdilər. Biz time ərzində desən. Hə, deyəsən onlar time-da həll Hə, eləmişlər. demişdi, bizə time ərzində 3 dənə gol vura bilirlər. Biz niyə bir oyunda onlara 3 dənə artıq gol vura Elə bilməyək bir ki? söz var idi. Hə, mənim də yadıma gəldi. Və həmin Milan heyəti də çox möhtəşəm bir heyət idi. Yəni Şevçenko ən yaxşı dövründə idi. Kaka, sonra Kaka vardı orada. Yox, şey də orada müdafiə idi. xətti möhtəşəm. Maldini orada idi. Sonra Nesta orada idi. Kaladze orada idi. Kafu da deyəsən orada idi. Qapıçı deyəsən Dida idi da. Hə, ən yaxşı heyət idi bəlkə də. Başqa nə olmalıdır? Bəlkə də ki sezon İtaliya çempionu olmuşdular. O Milanın indiyə kimi olan ən güclü, ən belə top heyəti idi. Yox, heç nə. O mövsümdən əvvəl Çempionlar Liqasını qazanmışlar və həmin sezonda seriyanın qalibi olmuşlar 2004-cü ildə. 2004-cü il idi. Bəli, 2004 idi. Hə, onda onlar keçdilər onu. Sonra yarım finalda Deportivo'ya uduzdu. Porto'ya uduzdu. Səfərdə 0-0 özlərində 1-0 uduzdular. Hə, xatırlayıram həmin oyunu. Deyəsən Benedict McCarthy vurmuşdu həmin qolu. Ona hə, deyəsən McCarthy yoxsa Derley var idi orada. Van der Ley deyil. O da ola bilər. Bilmirəm, amma məncə Benedict McCarthy idi. Hər halda. Bax o oyun həqiqətən bu illərdə şərh elədiyim top oyun sayıla bilər. Amma bir də ki o debüt oyunu. Söhbət gedir Galatasaray Monaco maçından 2000-ci il sentyabrın 12-sində bizim ilk yayım elədiyimiz oyun. İlqarla mənim ifamda fantastik oyundu. Və Hacının o möhtəşəm qolu uzaqdan. Çox gözəl oyun idi. Elə bil ki, birisi necədir? Bəlkə ilk açılış oyunumuzda bizə belə bir ölüvay bir oyun düşsəydi. Amma belə bir necədir? İmkanlar açıldı. Gəldi, yol düşdü. Bu nə də? Bu nə oyundur? Bu futbol deyə sən demə. Həqiqətən baxdı ki, sizə bir qabda doşab verdilər, ağızlaşdınız. Bal yox, nə bilim, delikates. Bəs ifadə ən yaxşı, ən yadınızda qalan. Mən məsəl üçün bir neçə ifadəniz yadımda qalıb. Biri hansı komandaya qarşı oynayırdı Manchester United bilmirəm. Orada Jason Park oynayırdı. Və Jason Park'a pas ötürülən anda qarşısında iki müdafiəçidən biri çaşdı, sola qaçdı, biri də çaşdı, sağa qaçdı. Qarşısında bir Park özü də gözləmirdi onu. Bir boşluq yarandı. O isə zərbəni heç qapı çərçivəsinə vurmadı da, yəni çox yuxarı vurdu. Asif bəyin orada bir ifadəsi var idi ki, Parkın qarşısında bir park açılmışdı. O isə bu fürsəti boşa verdi. Yox, məsəl üçün bir dəfə demişəm, yaxşı futbolçunun adı Kaka olmaz. Belə bir şey olub. İlqar bir dəfə efirdə dedi ki, orada deyəsən bir balaca offside var da, deyirəm İlqar, offside hamiləlik kimi bir şeydir. Ya olur, ya olmur. Hə, onun bir balacası olmur. Sonra ən çox o vaxtdan elə hamı onu deyir ki, hakim Rauli bayrağına da almadı. Yəni Raul neçə dəfə offside-ə düşdü, yan hakimi qaldırır, axırda əsəbləşdi gəldi. Nəsə deyib burada qaldırır. Hələ onda demişdim, İlqar söndü, belə baxdı. Bir də yaxşı pis deyil. Klub fanatlığı barəsində azarkeşlər deyirlər ki, Asif Bavrov Bavariya azarkeşi idi. Bəli, idi. Yaxşı desin. Bəli. Bavariya azarkeşi idim, amma indi də simpatiyam var o komandaya. Bavariya azarkeşi niyə oldum mən? Sən deyim, 98-99-cu il mövsümündə final Manchester United-ə qarşı. Yox. Dinamo Kiyev olar əvvəlcə. Yəni finalda oldu. Hansında ki 3-0 udurdu birinci time, ikinci time 2-0 udurdu, 2-1 elədi. Sonra 3-1 elədilər, sonra 3-3 oldu. Səfərdə də deyəsən 1-0 oldu, hə. Halbuki Maslachenko onu şərh eləyirdi. O belə sözdür. Ну, ребята, это уже разгильдяйство. Вы за это сейчас поплатитесь. Dükkanda yəni siz уже ağın çıxardırırsınız. Bu qədər qol imkanlarını boş vermək olmaz. Bu dəqiqə indi Almanlar deyə biz bunu bağışlamayacaqlar. Top 2 dənə qol vurdular və salam. Bu ilə də Kiyevdəki oyun bitdi və salam. Səfər oyunda belə.
Şeydən sonra da, finaldan sonra da Manchester United orada da nə bilim deyirlər ki, Leonard Johansson artıq 90-cı dəqiqə düşüb tribuna atarkən gəlsin kuboku Bavariya verməyə görüb ki, bu sırf şey vermək lazım yəni. Yəni onda mən artıq Bavariyaya simpatiyam yarandı və Barcelona keçidim də o sözsüz ki, Messiyə görə oldu. Düşünürəm ki, 21-ci əsrdə 3 dahi futbolçu varsa, onlardan biri Messidir, ikincisi Ronaldodur, üçüncüsü də Ronaldodur, o birisi. Braziliyalı. Bəli. Biri Braziliya, biri yəni Portuqaliyalı. Cristiano Ronaldo Zubastik, ikinci yerdə. Yox, fərqi yoxdur. Mən üçünü də dahi sayıram. Fenomen Ronaldo. Fenomen Ronaldo, hə. Həqiqətən də fenomen idi. Yəni, İndi kim soruşanda mən buna zarafatca cavab verirəm ki, mən ümumiyyətlə Ba-la başlayan bütün klubları azarkeş eləyirəm. Bavariya, Bayern, Barcelona, Bangladeş yığma komandası, Barbados, dünyada ən güclü futbolçu da Dembaba. Yəni bunu da deyirəm, kim necə istəyir elə də başa düşsün. Sizin fikrinizcə, bax, sizə görə izlədiyiniz müddət ərzində ən gözəl qol. Hə, yəni Ferenc Puskás mükafatı mənim versiyamda. Belə Sizin versiyanızda Puskás mükafatı. Futbol tarixinin, yəni sizin gördüyünüz Ola bilər ki, siz görməmisiniz. Məsəl üçün deyək ki, görməmisiniz deməli. Ola bilər ki, siz onun video yazısına baxmısınız. Hə, o da keçmişdən olub ola bilər. Hə. Canlı görməmisiniz. Məsələn, mənə görə Maradonanın İngiltərə vurduğu qoldur 1986-cı ildə. Yəni topu mərkəzdən qəbul edir və onun analoji qolunu Messi də Xetafe vurub kubokda. Hə. 2007-ci ilin aprel ayıydı, yanılmıramsa. 2006 düzdür, həmin oyun 4-1 qutardı səhv eləmirəmsə, amma Xetafe öz meydanında onun əvəzinin artıqlamasına çıxdı. Barcelona növbəti mərhələ keçənmədi. Sonra analoji bir qolu elə Barcelona Realada vurub. Messinin vurduğu Messi bəli 2011-də yarım finalda bəli 2-0 məşhur qoldu. Sonra öz meydanında Atletik Bilbao'ya da vurub sağ cinahdan keçib 3-4 nəfəri alladı, birini hətta 3-4 dəfə alladı, keçib vurub. Yəni bu cür bilirsiniz solo qollar razıyam. Amma bir də var ki, niyə Zlatan İbrahimoviçin də bir dənə Ajaxda oynadığı dövrdə elə bir qolu var. O hətta 5-6 nəfəri keçib. O oyunla da razı. Özdə o qapının qarşısına oqqa verir. Hə, özdə gəlin razılaşaq ki, onun vurduğu qol daha çətin. Niyə? Çünki Maradona'nın özündə də, Ronaldo'nun, Messi'nin bu 3 qolun üçündə də sürət var. Amma Zlatan da fikir verim dayanır. Atır ayağını necə deyirlər? Elə eləyir ha, o necə deyirlər? Hə, onu burun yaylığının üstündə bir 200 səfər təmiz futbol intellekti. Bəli. Həqiqətən atır belə top axırda. Amma elə mənim sevdiyim qollar arasında bilmirəm, yaşlı nəslin xatırına gələrdi o. 80-ci illərdə Ajaxın heyətində oynadığı vaxtda Van Basten'in bir dənə belə bir qayçı zərbəsi var. SSR vurduğu qol. Yox. Ajaxın elə daxili çempionatda birazdan mən onu taparam, istəsiz bunu göstərərsiniz. Topu sağ cinahdan diaqonalına atdılar. Bu cərimə meydançasının üstündən, küncündən tullandı, sağ ayağı ilə düz uzaq 9-luğa vurdu. Bəlkə də orada hansısa bir zavallı hörümçək var idi. Balaları ilə uzaq oturdu. Top gəldi, dəydi gir içəri. Fantastik bir qoldur. Yəni bax, Ronaldo'nun nədir onun adı, Juventus'a vurduğu qolda deyirlər ki, 2 metr 55 santim əla. Super. Amma mən burada nəyə topun trayektoriyasını görürəm. Özdə rakursa çox gözəldir. İndi Facebookda çalışacağam. Van Basten bir dənə qolu var. SSR-yə vurduğu qol. 88-ci ildə. Künc çox çətin künc idi. O çox adam orada Dasayev də suçlandırır. Amma top ayağı elə oturmuşdu. Dasayevin belində bir dənə də Dasayev olsaydı. O nə bilim həqiqətən mümkün deyildi. O ifadələr üçün darıxmışdı. Bilirsən necədir? O günahdır o cür topları çıxartmaq. Həqiqətən o cür topu çıxartmaq günahdır. Günahdır, şedevrdir deyə bunu. Bu Allah yetirib ki, yaransın da bu bir dənə bizim o qısa metrajlı film var. Orada Həliyevə adam da qıyar mı gözəli? Bu gözələ qıymaq olmaz. Həqiqətən gözəlliyi də ona toxunmaq olmaz. Qoy top girir də. Ümumiyyətlə gözəl qolların çox vaxt ifadəsi Hollandlar olub. Necə? Məsələn, Bergkampın o məşhur qolu var, Newcastle vurduğu qol. Topu saxlamaq. Sonra Van Persie kəllə ilə İspaniyaya vurdu. Niderlandın heyətində vurdu. Argentinaya vurduğu qol. Frank de Boer 60 metrlik ötürmə ötürür.
topu belə saxlayır, bir dənə hərəkətə Hə, ayala atdı gedir, arxaya. ayala gedir Getdi çay ki- içməyə. Qaydanda bir dənə çörək alarsan. Mən hələ də mənim şəxsi fikrimdir. Zidanın finalda Bayerə vurduğu 2002 finalında vurduğu Qəşəng, qoldur. Mən qəşəng, düşünürəm ki, o qəşəng əvəz qoldur. olunmaz qoldur. Düzdür, indi ondan daha çətin ifalar da var idi. Sadəcə vacib məqamdır. Hesab bərabərdir, Finalda, hə. 1-1-dir. Və sən bu məsuliyyəti götürsən öz üzərinə. Həm Zidan daha çox sağdan oynayırdı. Yəni solla zərbə endirdiyini biz az müşahidə Amma etdik. insafən Gözlənilməz sol ayaq qol oldu həmin hardasa. il Bayer çox güclü idi. Özdə səhv eləmirəmsə həmin oyunda heç Casillas da qapıda değildi. Hə. Başqa qapıçı vardı. Yadımdan Zədələnir çıxmamışdı. o. Zədələndi. Sanchez. Sanchez. Cesar var. Sanchez. Qapıçı zədələndə bu onun əvəzinə çıxdı. Nə qədər top çıxartdı. Hə, Casillas, Casillas çox hə, Nə Aynen. qədər top çıxartdı. Hətta şey də baxırdı, Lucio baxırdı, olub Və son saniyələrdə Ha, axırda Baştürkün topunu çıxartdı. fantastik şey. Bəlkə də nə bilim karyerasının oyunu keçirdi Casillas. Hans Jörg bu başla vurur, topu çıxardır uqla boyda. Hans Jörg Butun elə birinci səhvi idi. O Hə, Raulun topu vurduğu qol. Vurdu əlinin Hə, yanından əlin keçdi. yanından Hə. keçdi. Neysə. Yəni hə, o qol da yaxşıdır, amma mən həmin qolu tapsam, biraz internetdə axtarıb Google-da ya da Hə, YouTube-da bizim axtarıb danışığımızın üzərinə yerləşdirərik onu. Biz çox ən gözəl yaxşı qoldur. futbolçudan danışdıq, maçdan da siz özünüz gəldiniz o mövzuya, o sualı öncədən verdiniz. Hə, bəs sizcə ən yaxşı məşqçi sizə görə? Valla bilirsiniz, Yəni, belə biz başa düşürük ki, ən yaxşı futbolçu Messidir sizə görə. Ona görə də birbaşa keçirik məşqçi mövzusuna. əgər elə birbaşa ondan danışdıqsa, elə 88-ci il siz Van Basten'in Dasayva vurduğu qoldan danışırıqsa, biz elə həmin il Hollandiya yığma komandasının baş məşqçisi olmuş, dünyaya total futbolu gətirmiş şəxs haqqında danışmaq olmaz. Mən bunu dünyada bir nömrəli məşqçi sayıram, Rinus Michels. Mən çox adam onu tanıyır, yoxsa tanımır, amma bu adam Müəllim Johan Cruyff deyəcəksiniz amma Johan Cruyff eləyən Rinus Michels, onun müəllim olur. Yəni ki, bu fantastikadır. Sadəcə o bir dənə onun nəticələrinə baxsaz, bu adam 74-cü il idi, səhv etmirəmsə, Hollandiya yığma komandasını gətirdi dünya çempionatına. Yəni cəmaət baxır ki, burada bunlar total futbol adını qoymuşlar xaos. Yəni bu futbolçu gedir orada oynayır, o futbolçu burada oynayır, amma bunlarda mütəşəkkil xaosu idi. Yəni bunlar bir-birini sığortalayırdılar. O finala kimi gəlib çıxdılar. Finalda artıq almanlar bunun necələ də o dərmanı tapdılar. hə. Dərman tapdılar, qarşını kəsən, dərdinin dərmanı tapdılar və sam orada saxladılar. Yoxsa elə həmin heyət, həmin oyunla gəlib onlar dünya çempionu olacaqdılar. Yəni o Oyunda vaxt yaxşı fantastik başlamışdılar. 1-0 udurdu. Penaltidən vurmuşdu Cruyff. Ondan sonra Gerd Müller 2 gol vurursa, yoxsa birini vurur, birini Brighton'a vurur səhv etmirəmsə. Mən baxmışdım o. Bilmirəm. Highlights Amma kimi. deyəsən orada qolun bir şey vurub. Beckenbauer. Beckenbauer. Səhv eləmirəmsə. Yenə də deyirəm, Amma yallar dəqiq bilərəm. ki, birini Amma Gerd Müller 2-1 oldu vurmuşdu. hesab, onu da 100% bilirəm. 2-1 qələbə qazanmışdı. Rinus Michels. Amma son dövrlərdə məsəl üçün mən düşünürəm ki, ən yaxşı nominasiyanı vermək üçün həm yığmada, həm də klub miqyaslı yarışlarda uğur qazanmış baş məşqçini fikirləşmək olar. Bunu da mən belə başa düşürəm ki, Vicente Del Bosque'dir. Vicente Del Bosque. Bəli, neçə il fasilədən sonra o gətirdi Real'ı Çempionlar Liqasını qalib elədi. 2 dəfə. Razılaşıq. 2000-ci il və İspaniyanı 2002 dünya çempionu elədi, və Avropa çempionu. Avropa çempionu elədi. 3-4 il ərzində Yəni məşqçi kimi hər şey Məşqçi kimi, qazandı. hə, qarşısında qoyduğu hədəfləri qazandı. Sonra özünü necə o bizimkilərin sözü var ya, urvatsız elədi, gəldi. Deyəsən Beşiktaşa gəldi. Hə, nə var? Bilirsiniz, gəlirlər, deyəsən Klaus Topmöller də gəldi, yoxsa hansı gəlmişdi o Bayernin məşqçilərindən biri Fənərbağçıya? Bildim ki, nə deyirsiniz. Hə, belə sarı saçı da Hə, arxaya. bildim, ayda yadıma çıxdı. O da gəlmişdi. Christoph Daum. Christoph Daum. Sonra o İspaniyanı nədir? 2008 Aragones də gəldi. Hə, nə oldu, niyə gəlirsiniz? Hə. Özləri də sonra Christoph Daum da etiraf eləyir ki,
burada mətbuat məşqçinin işini yox, onun şəxsiyyətini təhqir eləyir, tənqid də yox. Yəni əvvəldən öyrən gör nə var, nə yox. Ələxüsus nəzərə almaq lazım ki, Almaniya futbolçular orada en qədər olub. Öyrən gör nə deyir. Çətindir. Və sizin all time, yəni 11-liyiniz necə olar? Yəni əgər 11-lik yığsanız, yəni bütün dövrlərin ən yaxşısı 11-lik yığsanız. Başlayaq qapıcıdan. Valla bilirsiniz, bu dəqiqə biri deyir Casillas, biri deyir Buffon, biri deyir, nə bilim, Andoni Subisaretta, biri deyir, nə bilim, Aleksandr Jidkov. Nəzərə almaq lazım ki, dünyada yeganə qapıçı olub ki, qızıl topa layiq görülüb. Bu Lev yaşındır. Bunu istəsək də, istəməsək də biz bunu mütləq etiraf eləməliyik. Bu dəqiqə mənim ağlıma gələcək bir siyahı olsaydı, tutaq ki, hər pozisiya bir 4-5 nəfər versəydi, mən onunla seçərdim. Mən bu dəqiqə çətinlik çəkirəm ona. Mərkəz müdafiəçilərinə Beckenbauer olacaqdı, sözsüz. Birini də seçin düzəlsin. Yavaş-yavaş gedir. Cinahlardan biri olacaqdı, nədir onun adı? Carlos Alberto Torres olacaqdı. İrəlidə yəqin ki, Pele, Ronaldo olacaqdı, Messi olacaqdı, Maradona olacaqdı. Bax görürsüz, arxada heç kim qalmır. Siz bir dənə də mərkəz müdafiəçisi seçin. Birini seçdiniz Beckenbauer, biri qaldı. Bir dənə də qoysaq. Bəlkə 11-lik yığılır da artıq. 3-5-2 seçir. Baresi. Lev yaşın var. Baresi, yox bilirsiniz, Beckenbauer var. əvvəlkilər Bir də mərkəz müdafiəçisi. Belə fikirləşəmirəm. Yəni əvvəldən hazırlaşa görürsüz, bilmədim, çətinlik çəkirəm. Çətinlik çəkirəm. Amma elə məsəl üçün Maradona deyirəm, Peledə deyirəm, görürsüz fenomeni qaldı. Fenomen qaldı. Onu hara o zapasda. O belə düz gəldi. Ehtiyat heyəti də qurağa. Hə, ona görə 2 sasladı, qarşı oynasalar ona görə çətindir. Həqiqətən çətindir demək. Şükür Allaha ki, bir 150 il tarixi var da, bizim bildiyimiz 100 il tarixi var. Amma fəal tarix bir 70 il, hansına ki, mətbuat yazıb, o məlumatlar var, statistikalar var, arxivlər var. Ən azı şəkillərindən o Təbəri o vaxt neçənci əsrdə yazıb. Onlar kim necə futbolçu olduğu heç olmasa bilinir də, ortaya çıxıb. Amma yenə də çətindir. 19-cu əsr haqqında danışmaq heç mümkün deyil, orada çətin məsələ idi. Yəni ofsaydın olmadığı dövrlər idi. Ofsaydın harda dayan qapı. Futbolun inkişafı imiş. Topu atan kimi yallah girdi. Yox, dövr var da 50-ci illərdə futbolçular məşqçidən deyir ki, siqaret verərsən bir dənə çəkmədən və ehtiyatda oturanlar məşqçidə heç siqaret verdi ki, gələk içək də var. Santiago Bernabeu-nun yanılmıramsa belə şəkilləri var ya, əyləşib Alfredo Di Stefano'nun şəkili var, oturub siqaret çəkir, oyuna baxır. İndi təsəvvür eləmək mümkün deyil. Ümumiyyətlə xaricdə artıq neçə ildir, neçə 10 ildir ki, nəinki ehtiyat oyunçular qayması, ümumiyyətlə stadionda siqaret çəkmək yasaqdır. Yasaq. Məşhur siqaret çəkənlərdən Marcelo Lippi idi də oyun zamanı. Siqaret deyəsən onda, səhv eləmirəm. O siqar çəkirdi. Sonra Ancelotti də siqaret çəkməyi sevirdi, amma oyun zamanı çəkmirdi. Valensiya məşqçisi. Şey də çalan çəkirdi. Nədir onun adı? Labanovski. Romantsov. Romantsov da çəkirdi. Romantsov deyirlər ki, hətta bir oyuna bir paçka siqaret çəkərmiş. Maraqlanır necədir? O necə yandırır, 2 dənə qulağı atır yerə. Aydın məsələ düt nə deməkdir? Hə. Sonra başqa ikincisini yandırır zat elə. Orada nə var ki çəkməyə? Hər 3 dəqiqəyə bir top. Ancelotti də çəkirdi məncə. Sonra deyəsən tərk etdi. Ancelotti yadıma gəlir ki, Bavariyaya keçəndə bir şey var idi, bir narazılıq var idi heyətlə arasında ki, yəni məşq meydançasında çəkmək olmaz. Yəni oyun deyil, başa düşdüm, oyunda çəkmirsən. Ancelotti bir ara o siz Realda şəkillərini vurdular verənsə, açıqı ilə zaten. Kuboku götürəndən sonra desən belə siqarla falan. Yəni indi bilmirəm o sırf relaksdır ya həyat tərzidir onda bilmirəm, amma da deyə bilmərəm. Ümumiyyətlə, yəni o futbol ildən ilə dəyişiləndə o necə deyirlər bir həyat tərzi ki var, o da dəyişir. Artıq məşqçilər də artıq necə deyirlər sağlam həyat sürürlər. Yəni çoxları siqaret çəkmir, yəni çəkirlərsə də onu göstərmirlər.
eləcə də futbolçular da o Bilirsiniz, həyatın mənə elə gəlir ki, onlar elə özləri elə gəlir, yox, elə də olmalıdır. Özləri futbolçular nümunə olmalıdırlar. bəli. Yəni o məsələ var ya, balıq başdan yellənər. Futbolçu deyiblər ki, siqaret çəkmə, bəs sən niyə çəkirsən? Qayıtdı. Deyə bilər də. Ələxüsus nəzərə alsaq ki, orada futbolçular, xaricdə də futbolçular məşqçilər arasında sırf peşəkar münasibət var da, böyük-kiçik anlayışı yoxdur. Sən mənim məşqçimsən, sən mənə tapşırıqları ver, mən yerinə yetirəcəm. Mənim atam deyilsən ki, o məsələ var ya, utanmırsan, ata onun yanında siqaret çəkirsən. Nə problem var? Qaz balonu zat. Qaz balonu zat deyir ata. Bu da onun yanında siqaret çəkirsən, nə olur? Dünya dağılmayacaq ki, onlar elə fikirləşərlər. Sizə görə futbol həyatdırmı? O bir söz var ya, futbol da bir həyatdır. Bizim bu həyatda yerimiz yoxdur. O sözü demişkən yerimiz yoxdur deyəndə biz dedik də orada. Amma mən uşaq vaxtı çox istəyirdim ki, Futbol da bir dünyadır idi, verilişin adı. Hələ bir veriş var idi. Futbol bu dünyada bizə yeri yoxdur. Mən uşaqkən izləyəndə Dinamo'nun oyunlarını görəndə, məsələn Ajax'ın oyunlarını görəndə gördüm ki, bəzən gəlib finala çıxdığını görmürdüm. Amma top klublarla oynadıqlarını gördüm. Bəzən onları çətinliyi gətirirdi. Düşünürdüm bizim də ölkədən bir kubok, bir klub çıxıb belə çıxış eləsəydi. İndi Qarabağ bax bizim o yaşda olduğumuz gənclərə, yaxud da ki uşaqlara o hissləri yaşadır. Chelsea kimi, Benfica kimi klublardan. Deməli bizdə bir Xəzri Buzağına komandası vardı. Deməli o ölkə kubokunu almışdı, səhv eləmirəmsə. Ya da finalda uduzmuşdu. Amma hansı komandaya uduzmuşdusa, o da qızıl dubl eləmişdi. Yəni bu futbol klubu artıq gedib oynamalı idi Avrokuboklarla. Nəysə gedib orada 8-0 uduzub. Gəliblər Bakıya. İndi oyunda Respublika stadionunda mən də getmişəm. Oyun başladı. Artıq 8-ci dəqiqədə dadan bir dənəsini vurduq. 1-0. Azarkeşlərdən bir nəticə yaxşıdır. Durdu bir dənə. Qaldı 7-si. Oyun burada 2-2 qutardı, neçə qutardı bilmirəm. Qaldı 7 dənəsi. Amma yenə də Qarabağın belə sıçrayışı, yəni bu cür qalxışı, yəni yüksəlişi, yəni mən uşaq olanı təsəvvür eləməzdim ki, yox, gəlin uşaqlığı qoyuruq qurağa da. Bir 10 il əvvəl də belə şey təsəvvür eləmirəm. Yox, 10 il əvvəli qoyuram. 2 ay yarım bundan əvvəl siz əmin idinizmi ki, qrup mərhələsində, liqa mərhələsində biz 7 xalımız olacaq. İlk o 2 oyundan sonra 6 xalımız olacaq. Bizə ümumiyyətlə kompüterlər zətlər demişdi ki, turnirin sonuna kimi, yəni qrup mərhələsinin, qrup 8 oyundan sonra maksimum 5 xalımız olacaq. Az-azı 2 turdan sonra belə elədik ki, get kompüter işinlə məşğul. Hələ də o kompüter üçün analiz eləmək üçün çətindir də. Yəni futbol hələ də o necə deyirlər, möcüzələrin baş verəcəyi bir oyundur. Gözlənilməzliyi var futbolun. Gözlənilməzliyi həmişə qalacaq. Mən düşünürəm ki, yəni futbol həmişə belə şeylər üçün açıqdır. Gözlənilməzlikdən bax məsələn birinci olan şey hadisədir. İkincisi üst-üstə düşmədi. Üçüncüsü artıq qanuna uyğunluqdur. Birinci hadisə oldu da düşdü qrupa. İkincisi tutaq ki üst-üstə düşdü. Bunu da utdular. Benficanı da utdular. Qardaş, biz daha artıq ikinci qələbəni də qazanmışıqsa, bu artıq nə hadisədir, nə üst-üstə düşmədir. Deməli bu qanuna uyğunluqdur. Deməli Qarabağ bu işə bir 17 ildir gedir, bir baş məşqçi ilə gedir və reysə qoyulmuş bir paravozdur. Sürəti ilə gedir, təcili də var və getdikcə bu sürəti artırır. Hansı döngədə sürəti azaltmaq lazımdır və harda əyləcə basmaq lazımdır və əsas odur ki, Qarabağ bilir ki, A məntəqəsindən B məntəqəsinə getmək üçün nə qədər sərnişin lazımdır və nə qədər yanacaq lazımdır və bunu bilir. Əsas odur. Qarşıda Qarabağın hansı oyunları var? Frankfurtdan da öz evindədir. Bak səfərdə də Liverpool-a gedir. Yeri gəlmişkən söz-söhbət gəzir ki, güya Liverpool-la oyuna Zidane başçılıq eləyəcək Liverpoolu. Artıq mətbuatda onu yazırlar.
Hə, yəni Arne Slotla yollarını ayıracaqlar. Şey- Amma mən istərdim ki, yanvara qədər qalsın Arne Slot. Yəni Hə, bəlkə bir dənə şansımız bəlkə olsun. xalq qazanardı. Belə deyil. İngiltərənin Belə qəbulu var. olmazmı ki, bu iki oyunu burada odağı vəssalam da. Gedək orada rahat. Bundan danışaq da biz burada işimizi həll edək. Amma Bu istərdim ki, oyunla- Enfield Roadda bir Qarabağ möcüzəsi baş versin. Yeri gəlmişə Enfield Roadda bir dəfə Azərbaycan möcüzəsi olub. Bilmirəm siz xatırlayırsınız yoxsa yox. O vaxt Spartak Alanya ilə Liverpool oynayırdı. Deməli Vladikavkazda oynayan keçirilən oyun 0-0 bitmişdi. Nazim Süleymanov oynamırdı. Səfər oyununda qoydular onu səstava. İlahi oyun çıxardırdı. Nə oyun çıxardırdı? Vladikavkazda 1-0 uduzmuşlar deyəsən. Oradakı oyun 0-0 qutardı. Nazim Süleymanov göz açmağa imkan vermirdi. Çox gözəl. Onu da bir dənə fraqmentlərini inşallah. Tapaq inşallah. Onu da hə. YouTube-da video baxarsan, üzərinə orada yerləşdirək. 1-2 epizod vardı. Orada bir dənə də pas verdilər. Qapıçı ilə üzbəüz qaldı amma biraz bucaq dar idi. Onu vura bilərdi, çatmadı. Qapıçı bağladı topu. Heyf. İndiyə kimi yadıma gəlir o oyunda. Əlbəttə biz düzdür tanıyırdıq. Yəni mən siz dediniz indi yadıma düşdü ki, Nazim Süleymanov olub bizdə. Məsəl üçün mənim yadıma gəlir Vaqif Cavadov məşhur idi o vaxtı. Amma belə ən məşhurlarından Rəşad Sadıqovdur da. Yəni bizim uşağı Rəşad Sadıqov həmin o Bir dönəm də ki var adını idi. eşitdiyim var idi. Sonra biz Neft Atletik Betisdə Akademiyasında oynayırdı yoxsa Vəli Qasımov. hə Vəli Qasımov. Betisdə oynayır. Vəli Qasımov Rusiya çempionatının ilk bombardiri də yeri gəlmiş. adını eşitdiyim bir dənə şey var idi. Yəni bir dəfə görüşmək Arzusunda olduğum. gördüm onu da şeydə Neft Akademiyasında oxuyanda biz də hə İdman Kafedrasında gördüm onu. Yəni uğurlarından Azərbaycanı danışırıq sən Ələkbər Məmmədov. Belə Azərbaycan və Azərbaycanlıların uğurlarını. Hə, o şeydir, yaman ünsiyyətçi adam idi. Özü söhbətə başladı, çox çəkirdi söhbət. Elə idi. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Yəni Azərbaycan futbolunun adı olub. Baxma ki, əsasən Dinamo Moskvada oynayıb. Hər halda Ələkbər deyəndə, Məmmədov deyəndə bilinir ki, Azərbaycan soyudur. Neynəsəydi, neynəməsəydi. Eyni şeyi də demək olar rəhməti Əhməd Ələsgərov barədə. O Neftçinin 66-cı ildə bürünc mükafat almasında baş məşqçi olub. Və Anatoliy Banişevski də unutmayaq. O heç də o yəni söhbət Azərbaycanlılıqdan gedir, türklükdən. Hə. Anatoliy Banişevski Bakılıdır. Yəni bu artıq bu başqa variant yoxdur da. Bu o Bakılı qandı, hansı ki Bakıdan kənara çıxmadı. Biz çox tənqid edirik əslində ölkə futbolumuzda, amma son illərə baxanda əslində xeyli inkişaf edib Azərbaycan futbolu. Yaxşıdır, bax tənqid də yaxşıdır. Çox zəif olanda deyirdik ki, nə də belə futbol oynayırlar. Amma indi görürük ki, nəsə var da. Nə var? Nə var? Bir bal məsələn Fransaya gol vurdular da məsələn. Nəsə şeydirlər də istəyirlər ki, yarada bilsinlər ən azından. Amma əvvəllər futbola baxanda nə bilim belə danışadı. Adam ürəyi sıxılırdı. Deyirdim bu nədir mən baxıram. 2022-ci ilin sentyabrında səhv eləmirəmsə İtaliya ilə buradakı oyun 2-0 uduzanda 0-2. Valla mən elə ki orada biz daha yaxşı oynamışdıq. Biz əməlli başı müdafiədən çıxırdıq, hücuma keçirdik. Biz artıq Fransaya qol vurmağımızla təsəlli tapırıq. Nə olsun? Qolu Portuqaliyada vurmuşduq, özü heç də eləmişdik. Hə, yadımda Zaur Tağızadə vurmuşdu 99-cu ildə. Yəni biz təəssüf ki xaricdə böyüyən ad familiyası bilan Azərbaycan olan Rüfət Dadaşovun Rüfət Dadaşovun ümidinə qalmışıq. Bu problem ondadır. 2005-ci ildə 20 il bundan əvvəl 10 illik proqram qəbul olundu. Azərbaycanda futbolun inkişafına dair dövlət proqramı. Orada hər şey yazılmışdı A-dən Z-ə kimi. Ki, nə olmalıdır. Sadəcə olaraq problem biz ondadır. Bütün klublar, hərə bir iş adamı gəlib klub götürdü. Biri oldu, məsələn, filankəs, biri oldu fəsmankəs, biri oldu fəsmankəs. Və bunlar sanki nəticə kimi əsas məqsəd ölkə çempionu olub, nümayiş eləmək ki, baxın abi, mən futbola dəstək oluram, yatırım edirəm. Amma nə oldu? Həmin dövrdə hansı klubun bazası oldu? Bir dənə Qəbələ. Bir dənə də ki, Bakı
hansını ki Bakını sökdülər, orada yaşayış kompleksi eləyiblər. Və ən maraqlısı oldu ki, bu yaşayış kompleksi ATV-nin idman xəbərlərinin sponsoru idi. Bax, bu absurd bir ara, indi yox, absurd idi. Bu problem ondaydı. İndi gəlin fikirləşək, hansı futbolçular çıxdı? Bir dənə Mahir Əmrəli çıxdı. Bundesliga 2-də oynayır, nə desən yanılmamsa? Yox, yəni ki, Bakının bazasında Qəbələdən daha bilmirəm kimlər çıxdı. Çıxdı mı ümumiyyətlə? Namiq Ələsgərov çıxdı. Yəni mən Bakıda işlədiyim dövrdə Bəhlul Mustafazadə çıxdı deyirsən. Hə, indi bax gözə girirlər Qarabağlı oyunçularla. Lənkərandan çıxıb Toral. Toral Lənkəran. Bayram. Hə. Amma yenə də o da sonra Nəriman Axundzadə o da Lənkərandandır, amma 2 il bundan əvvəl artıq keçib Qarabağın akademiyasındadır. Sadəcə olaraq mən bilmirəm 19-17 yaşına kimi harda o məşq eləyib. Yəni bilmirəm. Yəqin o vaxtda yəni Xəzər Lənkəran olan dövrdə elə uşaq məktəbində oynayıb sonra hara gedib bilmirəm. Fakt odur ki, o uşaqda perspektiv var. Uşaq deyəndə ki, maşallah. Uşaq deyəndə bığları təriyir. Yox, mənim övladım yaşındadır, mən onu deyirəm. Yəni baş məşqçi bütün yetirmələrinə uşaqlar oynadılar, belə deyirlərsə, mən də o tendensiyadan uşaq kimi dedim bu sözü. Bax deyirsən nəyimiz var? Mən düşünürəm ki, Azərbaycanda bax Asif bəyin də qeyd elədiyi kimi qarşısında bir hədəf, o hədəfə usulət, o təcillə gedən Qarabağ kimi inkişaf edən bir neçə klub olsa, heç demirəm bizdə çempionatda 18 klub olsun və ya 20 klub olsun və çempionatımız daha zəngin olsun. Heç olmasa mübarizə aparan klubların səviyyəsi Qarabağla ayaqlaşsın. 16 komanda olsa, deyərdim ki, misal üçün. Onların arasında bir necə deyirlər, rəqabətçil komandalar ən az heç olmasa 4 dənə rəqabətçil komanda olsa, tutalım, Neftçi olsun Sabah futbol klubu olsun. Və ya da ki, yaxşı gəlin belə danışaq. 16 komanda, düzdür? Hər tur neçə oyundur? 8 oyun, düzdür? 8 oyunu neçə günə verməliyik biz? 3-3 versən 3 günə də bitirmə. 5-ci gün cümə günü, şənbə günü və bazar günü bitirmək olar yox? Siz heç olmasa fikirləşmisinizmi ki, niyə nədir onun adı 3 günə salırlar oyunları? Həftə sonlarda insanlar işdən bir balaca. Çünki CBC Sportun səyyar televiziya stansiyası yoxdur. 2 dənəsi, biri gedir bir stadiona, biri gedir bir stadiona. Bir dənə var avadanlığı var. Səyyar var avadanlığı. Biri gedir səyyar televiziya PTS-dən də, PTS deyil də, səyyar televiziya stansiyasından gedir stadiona. İkincisi siqnalı gedir məsəl üçün də Respublikansk stadionundan. Siqnalı verir Olimpiya stadionuna. Ordadır, ikinci var ordadır. Baxırlar, cavab gəlir ora 3 dəqiqə, 4 dəqiqə keçdi. Təsəvvür edin, yaxşı, 3-cü olsa nə olacaq? Gərək 3-cü var maşın alınsın, canlı müsəddisin, PTS alınsın. Düzdür, o futbol federasiyasını maraqlandırmamalı. Amma o qədər bizdə futbolçu var. O qədər ümumiyyətlə futbola buraxan adam var. Vallahi belə baxaq, əksər klublar bu dəqiqə bəlkə o AFFA-nın verdiyi 3 milyon manata göz dikir. İmkanlı klublar hansıdır? Neftçidir, Qarabağdır, Sabahdır deyiblər. Vallahi bilmirəm, Zirə də ola bilər bəlkə. Ola bilər, hə. Yəni Sumqayıt bəlkə biraz da. Ola bilər, Sumqayıt da olsun. Amma digər klublar çox geri qalırlar. Turan. Yəni ki, bu gün mən mətbuatda oxudum, Karvan Yevlax komandası bir məşqçini istefa göndərib deyəsən, amma sənədləşmə işləri qurtarmayıb, Füzuli Məmmədov deyəsən gəlib ora. O məşqçibatda deyir qızın 2 adaqlısı. Yəni hələ bilinmir gələn oyuna bu kim çıxardacaq. Ümid edək futbolumuz inkişaf eləyər, yəni bilmirəm. Eləsin, amma sadəcə olaraq yenə də deyirəm. Baxın, bax legioner limitini götürdülər hansından ki mən kimlər oynadı heyətdə? Yığmada Fransaya qarşı.
və nədir İslandiyaya qarşı. Hətta indi millidə milliləşdirilməsi sözü gedən futbolçular da var. Milli futbolçu olmayıb, yerli olmayıb, milliləşdirilməsi var. Yersizlər. Hə, yer. Yox, gəlin baxın, bax oynadı Abbas Hüseynov. Düzdür? Sağ müdafiəçi. Hansı ki, sağ lateral ilə oynadı. Abbas Hüseynov axırıncı dəfə nə vaxt oynayıb? Avqust ayının 31-i. Yəni klub səviyyəsində deyir, amma yığmada düzdür. Yəni variant yoxdur deyə oynayır. Amma klubda bu neçəncə futbolçudur sağda. Sağ cinahda əsas futbolçu kimdir? Silvadır. İkincisi Boltdur. Bu üçüncüdür. Yəni yığma komanda məcburiyyətdən Azərbaycanın bir nömrəli klubu olsa belə onun üçüncü futbolçusuna göz dikir. Səbəb də odur ki, futbolçu gərək, hətta Ayxan Abbasov da o gün dedi ki, futbolçu gərək özü istəsin oyun praktikası olmağa. Amma gəlin başqa bir şeydə fikirləşək də, oyun praktikası sən ya gərək getməlisən başqa kluba, ya da xaricə. Ümumiyyətlə, başqa kluba getməlisən. İndi gəlin fikirləşək, səmimi danışaq. Sizə də verirəm sualı, mən özüm də deyəcəm ki... Əyri oturaq, düz danışaq. Düz oturaq da. Düz oturaq, düz danışaq. Tutaq ki, bilmirəm nə qədərdir. Məsəl üçün, həmin o müdafiəçi oynamır və ilinə 200.000 manat müqaviləsi var. Sizcə bu oyun təcrübəsi olsun deyə, məsəl üçün gedib 100.000 manat məvacibə başqa bir kluba gedərmi? 100.000 manata, 2 qat aşağı məvacibə gedər. Mən getmərəm. Mən də. Oturaram. Hələ mən xaricə demirəm. O ifadəni mən də eşitmişəm. Hələ xaricə. Məsəl üçün bu adamın potensial olaraq xaricdə, məsəl üçün demirəm, top 5 ölkələrin aşağı liqası Mahir kimi. Mahir bəlkə də o Azərbaycanda bəlkə qəribə futbolçulardandır ki, Azərbaycanda bəlkə ona çox pul verərlər, qayıtmaq istəmir. O bir nəyə döndü? O Azərbaycandan çıxıb xaricə təhsil alacaq gedir və qayıdıb gəlmək istəmir ki, mən yenə də orada oxuyacağam. Aşağı maaşa qalsa da. Hə, yox, bundan da yaxşı olur. Amma bu perspektiv gözləyir. Baxmayaq ki, yaşı o qədər də gənc deyil o da. Hə. Əybi yox. Yəni mən istəmirəm qayıdım. Afərin, əhsən. Amma gəlin baxaq. Hansı klub bu dəqiqə mən dediyim şərtləri verə bilər. Neftçi verə bilər. İnanmıram ki, Qarabağ qoyub Neftçi gəlsin və nəzərə almaq lazım ki, istənilən an Silva, tutaq ki, sarı vərəq oldu, bir oyun cəzalı olur, düzdür? Onun yerinə Bolt oynayacaq. Və onu da nəzərə almaq lazım ki, əksər oyunlarda oyunun gedişində 60-70-ci dəqiqədən sonra cinahları dəyişir Qurban Qurbanov. Toral girir Elvinin yerinə, o tərəfdən isə Bolt girir. Ola bilsin ki, Bolta ehtiyac qalmır, sağ cinah qalır yerində. Amma hər halda sabah Silva artıq bir oyun buraxılası olsa, Allah eləmir cəzalı olsa, sən artıq hazır olmalısan. Sadəcə olub, mən çəkçüklarına girərik göstərərəm sizə. Axırıncı oyunda nə vaxt oynayıb? Bolta? Nə vaxt oynayıb? Tam 90 dəqiqəni? Bəli, oynamayıb. O da deyəndə nə vaxt olub, o avqustun 31-mən kesinə baxmışdım. Ancaq yığma komanda heyətində oynayıb, Ayxan Abbasov yazğın eləsin. Kim oynasın da orada? Bax, budur problem. Limitin olmaması gətirib buna çıxardır. Hər halda limit bəlkə də klubların səviyyəsinin qaldırılması. Bilirsiniz, limit olmalıdır. Hə, amma gəlin belə şey də var da. Amma futbolçular da gərək o rəqabətçil olmalıdır da. İndi yəni, başqa bir şey var. Qurban Berdiyevə çağırıblar, düzdür? Qurban Berdiyevə nə lazım nəticə vermək, düzdür? Ona Azərbaycan yığma komandasının taleyi maraqlandırmalıdır, yoxsa? O gəlib o nədir o verilən pulu şey eləməlidir, ödəməlidir.
bədəlini verməlidir. Doğrultmalıdır. Doğru belə nə söz tapdım. Doğrultmalıdır onu. Qardaş mən sənə bu qədər pul verirəm nəticə. Bilirsiniz, mən Azərbaycan yığma komandasının müqəddəratını düşündüyümdən qapıçıya Səfqulu Məmmədquliyevi qoyuram. Olmaz belə. Olmaz. Əgər yox sən vacibət eləsəydin bunu ki, bəli, mütləq 3 futbolçu olsaydı. Elədə də 6 dənə 10 komandaya 3 futbolçu yerli yoxdur. Və nəzərə alsaq ki, onu da bu yerli futbolçu zədələndi, nə oldu? Sabah sarı vərə qaldı. Bir əlavə 5 dənə də futbolçu olmalıdır yerli. 8 futbolçu, 80 futbolçu olmalıdır. Var 80 futbolçu, yoxdur. Deməli 30 futbolçumuz var, 30 futbolçu qiyməti qaldıracaq. Burada da bayaq dediyimiz məsələ. Üzr istəyirəm, xiyar əyri bitəcək. O ifadələr mənim çox xoşum gəlir. Xiyar əyri bitməsi. Belə dramatik. Yəni bax bilirsən, yuxarı tupursan bığdı, aşağı tupursan yenə də bığdı. Yəni bax problem bax bundadır. Mən düşünürəm ki, biz bu günlərim toxunmaq istədiyimiz bütün mövzulara toxunduq. Mövzulara toxunduq. Azərbaycan futbolunda müzakirə elədik, keçmiş futbolda müzakirə elədik, Asif bəyin işlətdiyi maraqlı kəlmələri. Dərdləşdik biraz. Keçmişə səyahət çox maraqlı dərdləşdik, keçmişə səyahət elədik. Və o dahi futbolçuları da yada saldı. Çox sağ olun. Bax bu gün Təşəkkür edirik. Təşrif buyurduğunuzda görə, verilişimizə belə maraq qatdığınıza görə. Yəni vaxt vədə tamam oldu, hə? Yəni 1 saat danışdıq. Tamam oldu. Oğlum mən deyərdim bir 45 dəqiqə ya olardı ya yox. Biz də səni Biz çox elə bildik ki, bir danışaq. time Hər şey yox. İnşallah ikinci time'da olar. Olar. Vaxt Mən verərik. ümid edirəm Ekstra ki, time-a gələr. Ekstra time da eləyərik. Problem yoxdur. Oldu və Verilişimiz son olaraq uzun ömürlü olsun. təşəkkür edirəm. Qalib gələsiz. Nə bilim daha deyəcək bir söz yoxdur. Çox sağ olun. Bir başlamamışdan əvvəl bir söz dediniz ki, hələ ki bu kiçik otaqdasınız, iddialarımız böyükdür. Əsas hədəfdir. Birinci hədəfiniz var. Sonra onun gedəcəyiniz yolu və müddəti seçsəz, məncə ki problem yoxdur. Çatacağız hədəfə. Çox sağ olun. Sağ olun. Siz dəyərli izləyicilər, bizi izləməkdə davam eləyin. Bizim verilişləri bəyənin, səhifəni paylaşın. Bizimlə qalın, çünki bizimlə futbol daha maraqlıdır. Şərh bölməsində öz fikirlərinizi bildirin. Və bu buraxılışımıza baxanda da bir çay, bir çay fincan, bir kofe də fincan. Bir fincan çay və qəhvə. Qarşınıza qoyun, rahat oturun, baxın, çünki bu buraxılışımız çox möhtəşəm idi, mən düşünürəm. Və inşallah sağlıq olsun, yenə də görüşərik, yenə də futboldan danışarıq. Belə. Sağ olun, növbəti görüşlərdə görüşənədək. Sağ olun. Sağ olun.